Və yaxud bəzi müasir alimlər vəhyi ilahi söz kimi deyil, dini təcrübə kimi dəyərləndirirlər. Yəni, onlar deyirlər ki, əslində Peyğəmbərə vəhy gəlməyib, Peyğəmbərin öz şəxsi təcrübəsidir bu Qur'an-ı Kərim. Və bəzən Peyğəmbərə mütəfəkkir dahi deyirlər. Elə bilməyin ki, bunlar Peyğəmbəri vəsf edirlər ki, Peyğəmbərin Peyğəmbərliyini, yəni Allahla olan əlaqəsini bunlar inkar edirlər. Bunlara cavabımız budur ki, bu dediyiniz yeni deyil. Peyğəmbərin zamanında müşriklər də Peyğəmbərə şair deyirdilər və çalışırdılar ki, onun Allahla olan münasibətini inkar etsinlər. Baxın, şəxsi təcrübə o zaman keçərli olar ki, yəni Qur'anı biz şəxsi təcrübə qəbul etsək. Onda deyək ki, Qur'anda sabit qaydalar yoxdur, qanunlar yoxdur. Amma baxırıq ki, Qur'anda sabit qaydalar var. Səmud tayfası barəsində, əvvəlki peyğəmbərlər barəsində və məsələn Rum surəsində deyir ki, Rumlar məğlub olacaqlar və s. Şəxsi təcrübə bəzən doğru olur, bəzən yanlış olur. Əgər peyğəmbərin bu şəxsi təcrübəsi isə, niyə Qur'anda hər hansı bir məsələ sonradan yanlış olmayıb və yaxud yanlış məlumat olaraq dəyərləndirilməyib?